Deyir, məsciddən gəlirdim, dini libasda, əbada, əmmamədə. Elə səhərdən bunu istəyirdim, bir danışasa. Bəli, mən deyir, gəlirdim, birdən deyir, yolumun qarşısına bir sərxoş adam çıxdı. Ayaq üstə dayana bilmir, sərxoş vəziyyətdədir. Ətrafdakılar dedi ki, gəl yolumuzu dəyişək, bununla qarşılaşmayaq. Gələnə gedənə sataşır, söz atır. Dedim, yox, mən yolumu gedirəm. Deyir, dayandı qarşımda, elə o vəziyyətdə, sərxoş vəziyyətdə, divara dəyə-dəyə. Dedi ki, şeyx bir sual verim. Dedim ki, buyur. Dedi ki, məni görürsən nə vəziyyətdəyəm? Dedim, bəli, sərxoşam. Vəziyyətimi də görürsən? Dedim, bəli. Dedi ki, mənim içimlə çölüm eynidir. Mən necəyəmsə eləyəm. Sən ki, əba, əmmamə geyinmirsən, təsbih əlində, saqqal uzatırsan filan, sən də cavab ver görüm, içinlə çölün eynidir, ya yox. Mən düşündüm, gördüm ki, çox mənə ağıllı söz dedi və ömrünün sonuna qədər deyir, hər dəfə o sərxoş adamın sözü yadına düşəndə ağlayırdı. Göz yaşı tökürdü ki, doğrudan da mən göründüyüm kimiyəm ya yox. Ona görə də insanların hər gördüyümüz insanı özümüzdən üstün hesab etməliyik. Deyirlər ki, əgər o səndən yaşlıdırsa denən ki, məndən çox yaxşı iş görüb. Əgər səndən cavandırsa denən məndən az günah edib. Əgər onun günahları aşkardır, məsələn o bəzi günahlar edir ki, sən eləmirsən. Deyən ki, onun eyibləri aşkardır, mənim eyiblərim bəlkə gizlidir. Bəlkə yaxşılıqlarımın arxasında eyiblərimi gizlətmişəm.